Bu adamın boyu cəmi 152 santimetrdir. Lakin buna baxmayaraq, o bir müharibədə tək başına 500-dən artıq əskər və zabiti öldürə bilmişdi. Onun adı Simo Häyhä idi. Simo Häyhä Finlandiyadan anadan olmuşdu. Finlandiyanın və dünyanın bir nömrəli snayperi hesab olunur. Əslində onun ixtisası snayper deyildi. O kənddə yaşayırdı, ovçuluqla məşğul idi. Hədəfi dəqiq vurduğu üçün 2-ci Dünya müharibəsində baş vermiş Sovet İttifaqı ilə Finlandiya arasında gedən qış müharibəsinə çağırılmışdı. Sovet İttifaqı ordusu ona ağ ölüm ləqəbini vermişdi. Çünki o gözə görünmədən gəlirdi və düşmənlərini məhv eləməyi bacarırdı. Özünə məxsus hiyləgər döyüş taktikası vardı. Belə ki, o snayperi qurduğu ərazinin qarşısında olan qarın üzərinə su tökərək dondururdu ki, atəş açan zaman qar havaya sovrulmasın və yeri müəyyən olunmasın. Və eyni zamanda o hətta ağzına qar alırdı ki, ağzından buxar çıxmasın. Və şahidlərin dediyinə görə o hətta teleskoplu nişangahdan belə istifadə etmirdi. Adi gözlə nişan alaraq düşmənləri məhv etməyi bacarırdı. O bir gündə şahidlərin dediyinə görə 21 dekabr 1939-cu ildə 25-dən artıq əskər və zabiti məhv eləyə bilmişdi. Onun döyüş şəraiti çox çətin idi, çünki qış fəslinə düşmüşdü. Həmişə onun əynində ağ kamuflyaj olardı və saatlarla qarın üzərində uzanılı vəziyyətdə qalaraq düşmənlərini gözləyirdi. Sovet İttifaqı əskərləri onu axtarmağa gedən zaman meşəyə, hətta ondan gizlənməyə çalışırdılar. Onu axtarmaq yox, özlərini ondan qorumağa çalışırdılar. Bir gün Sovet İttifaqı artıq cana yığıldı və bu snayperi tutmaq üçün, onu öldürmək üçün əməliyyat keçirdi. Əməliyyat zamanı Sovet İttifaqı tərəfindən, ordu tərəfindən açılmış bir atəş nəticəsində Simo Häyhä'nın sol çənə sümüyü paramparça oldu. Lakin o ölmədi. Ağır yaralandı və Helsinkiyə, Finlandiyanın paytaxtı Helsinkiyə müalicə üçün aparıldı və bir daha orduya qayıtmadı və ordudan tərxis olundu. Ordudan sonra isə o iç saxlamaqla Maralov ilə məşğul oldu və dünyanın bir nömrəli snayperi hesab olundu. O hətta Finlandiya prezidenti ilə də ova çıxıb ov eləmişdi. Və Simo Häyhä uzun müddət yaşadı və 96 yaşında dünyasını dəyişdi. Belə videolar maraqlıdırsa kanalımda izləmədə qalın.